Ay qız, mən bu mənada demədim axı. Bura bax. Nə olub? Nə şükürsən? Sən kimsən? Ha mən para beyinəm. Otur bura danışıyorum qıza nə dedin? Deməli ona dedim. Bu təzə padruqa və rədd elə. Ona görə biz həmişə dalaşırıq. Ay uy paket, sən bax burada səhv eləmisən. Buradayam mən. Yadda saxla. Müharibə ilə yox, ancaq strategiya ilə udmalısan sən. Çünki sən belə eləməsən, o sənə deyəcək. Nə danışırsan sən? O mənim 15 illik padruqamdır. Bizi heç kəs ayıra bilməz. Nəinki sən? Sən başqa cür deməlisən. Sən deməlisən ki, Sənin padruqan doğrudan da zor qızdır. Çox ağıllıdır, qəşəng zarafatları var. Qoy bizə tez-tez qonaq gəlsin. Neyirsən? Başa düşmədim. Sən mənim padruqamdan xoşun gəlir? Yox, heç zövqümdə deyil. Vəbşə bilsən nə var? Gedib onunla görüşərsən. Allah, neynədin sən? narahat olma, siz barışacaqsınız. Amma əsas məsələ həll olundu. Salam. Bilirsən nə var? Sən və sənin verdiyin məsləhətlərə görə mən bütün günü bu psikillə dalaşıram. Ona görə də dostluğumuza son veririk. Davay.